Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Kanalımıza müraciət edən ailə Ağdam rayonundandır. Ailənin başına belə bir hadisə gəlir. Qızların Nərmin xanım 4 aydır Allahın dərgahına qoşulub. Allah rəhmət eləsin, 3 balası qalıb. Sözü verək Nərmin xanımın atasına. Buyurun, özünüzü təqdim edin. Mən Əsgərov Nizami Həsənoğlu, 57-ci ildə Ağdam rayonunda anadan olmuşum. 93-cü ildə Bədnam qonşularımız tərəfindən işğal zamanı torpaqlarımızda məcburi köçkün düşmüşük. Hal-hazırda Bakı şəhəri Yasamal rayonu Prospekt Tbilisi 31-66 ünvanında məcburi köçkün məskunlaşmışıq. Başımıza gələn hadisədən danışsaq, hadisə odur ki, 35-36 yaşında balam, 36 yaşında balam artıq 5-ci ayı ki, həyatda yoxdur. Üzü üstürəm qəhrəndiyimə görə. Allah rəhmət eləsin. Səbəb nədir? Deməli, balamın təbii ki, həkimə müraciəti olub, həkim gəlib təbii ki, evdən aparmayıb ki, bu reklam xarakterli daşıyıb nə olubsa, uşaq gedib ora, orada danışılıb ki, nə məqsədə. Həqiqətən də uşaqda xəstəliyi varmış, tapa bilmirəm, bugünə qədər məlum deyil hələ. Və yaxud da tamam məqsədi ilə, həkimlərin tərəfindən tamam məqsədi ilə uşağı cəlb ediblər ora. Uşağı cəlb ediblər, uşaq da gedib əməliyyata. Və bugünkü gündə balam artıq həyatda yoxdur. Əsas mənim tələbim odur ki, balamın qatilini tapım. Balamın qatili bilinsin. Mən burada müraciət edirəm. Daha doğrusu, Respublika Prezidentinə, Mehriban xanıma, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Səhiyyə Nazirliyinə əsası bu istintaq bir tərəfli aparılıb. Hətta əgər mən tam əmin olsaydım ki, mənim balam öz əcəli ilə ölüb, mən götürsək müsəlman adətindən belə, onu yargı məsələsinə razılıq verməzdim. Artıq bu cinayət xarakterli olduğuna görə özüm o vaxtda rəy verdim ki, geçsin, əməliyyat olunsun, cinayətkar, qatil tapılsın. Lakin mən belə düşündüyüm halda mənim fikrim əksinə oldu. Bəli, əməliyyat getdi, oldu, amma əməliyyat bir tərəfli aparıldı. Onun da nəticəsində bugün gündə mən hələ heç bir tərəfdən müsbət rəy ala bilmirəm. Deməli, sizin qızınız Nərmin xanım, Allah rəhmət eləsin. Estetik əməliyyat edirlər. Bəli. Estetik əməliyyatdan çıxır. Bəli. Neçə gün sonra vəfat edir? 2 gün. 2 gün deməli əməliyyat olur. Orada həmən gün deməli buna qan vururlar. İndi mən dəqiq ona görə deyə bilmirəm ki, bu həkim, əsas həkimin günahı, bilavasitə həkimin günahıdır. Və ya da xəstəxana işçilərinin ümumi günahıdır. Nədir bu? Əgər burada mən həkim olmasam da, məsələ burada nədir? Əgər bunun yazılar ki, emboliya bu xəstə həkimlərin özlərinin straxovka deyirlər, belə bir ifadə var. Onu emboliya yazırlar ki, məndən ötdü, qardaşıma dəydi, keçdi. Bu diaqnozdan məni uzaqlaşdırırlar. Ancaq elə də 35-36 yaşına qədər mən dövlətin verdiyi o dəfn pulu deyirlər. Bunun heç bir aidiyyət yoxdur. Onu da vermədilər ki, bu adamın bir dəfə dişi ağrıyıb, xəstəxanaya müraciət eləməyib. Mən ona görə əlaqələndirdim. Belə sağlam adam get düş xəstəxanaya, 2 gündən sonra gəl, sağlam ayağınla get, meyit gəl. Hadisə nə vaxt olur? Fevralın 17-si, 17 fevral 2026-cı ildə olub. Deməli, uşaq gedib, indi xanım da qardaş elədi, bu qayda var. Xəstələnə bilər.
Mən də uşaq o biri otaqda. Onlar da mən də gedirəm, gəlirəm. Gördüm uşaq yoxdur. Mən soruşdum, mənə dedilər ki, uşaq əməliyyat olub. Oğlum bu uşaq nə əməliyyat olub? Nə olub? Bunu maşa vurub, yıxılıb, dalaşıb. Nə əməliyyat olub bu? Bu sağlam uşaqdır. Ha dedilər ki, bu estetik əməliyyat nə deyirlər adı? Bir çıxartma deyil, nə deyil? Estetik əməliyyat. Ümumi estetik əməliyyatlar deyirlər. Buna nə olur? Bu nə olur? Mən acım tutdu ki, niyə mən bəs bu belə olub mənim var? Anası götürdü, apardı həkimə. Mən içdim. Aparıb həkimə. Həkim orada, deməli, bu analiz edib uşağı heç görə ola bilməz ki, o yaşda, cavan yaşda insanı qəbul eləsin, onu elə belə buraxsın. Mən elə hesab eləyirəm ki, həkimi günahlandırıram daha doğrusu ki, əməliyyat uğursuz olduğunu təkrar müayinə vaxtı. Əməliyyat uğursuz olduğunu həkim başa düşür, bilərəkdən uşağı xəstəxanadan həyatının sonuna yaxınlaşdığını başa düşüb, ona görə uşağı xəstəxanadan uzaqlaşdırıb ki, heç nəyi yoxdur, belə bir ifadə işləyir. Heç nəyi yoxdur, apar işlət. Bu burada ölür, deyir heç nəyi yoxdur. Bu deməli qəsdən özünü uzaqlaşdırıb, xəstəxanadan çıxardım, yolda ya maşın vursun, ya özü yıxılsın, başı daşa dəysin, digər diaqnozlarla buna don geyindirilsin. Hansı xəstəxanada əməliyyat olub? Nərmanov rayon Prime adlı bir estetik əməliyyat xəstəxanası var orada. Orada olub. Həkimin adı soyadı nədir? Nicat Həsənov, Nicat Həsənov. Şimdi xanım, siz sanırsın. Allah səbir versin. Həsəni cənnət olsun, səbir olun. Hiç körpə balası qalır. Buyur xanım, siz tənqidin. Əliyeva Fahriyə İbat qızı, Ağdam rayonu Göytepe kəndindən. Mənim 35 yaşında cavan, gəlin balam, 3 dənə körpəsi, körpə uşağı 2 yaş yarımında, böyüyü 10 yaşında. Ananın hələ indiyə qədər bir bağışlayın, doğuş vaxtından başqa ananın bir dəfə bir xəstələnib xəstəxanaya düşüb, nəsə bir problemi olmayıbdı. Bu cavandır. Getdi, əməliyyata getdi. Qarın sallanması var idi doğuşdan sonra. Amma amması çox böyükdür ki, Nicat həkim mənim uşağımın sağlamlığından istifadə elədi. Mənim uşağımı bir dəfəyə 3 əməliyyat aparırdı. Mən belə başa düşürəm ki, bu həkim valideynindən icazəsi olmalıdır, valideynindən icazə almalıdır. Bunun analizlərini valideyn görməliydi, bilməliydim ki mən. Bunun heç birisindən mənim xəbərim olmadan, bu çıxandan sonra, mən bunun kağızını alandan sonra mən bildim ki, bu bir nəfəsə mənim uşağımı 3 dəfə əməliyyat elətdiribdi. Hansı əməliyyatlar getdi? Bundan əlavə, adlarını bağışlayın deyə bilmirəm, dilim tutmur. Bundan əlavə, bu ölüm kağızına yazıbdı ki, tromb. İndi bu həkim cavab versin, görək. Bu tromba qarşı, bu əməliyyatdan qabaq bunun göbəyinə iynə vurulmalıydı. Eşitmişəm, mən də soraqlamışam. Görüm o iynəni mənim uşağımın göbəyinə vurubdu, yoxsa yox. Əgər mən uşağımı evə gələndən, hanı ki, ora gedə, hər axşam mənim uşağım ağrı kəsici ilə yatıb dururdu. Danışdıqca da telefonla, ay həkim, uşağımın vəziyyəti belədir, narahat olmayın, yaxşı olacaq, narahat olmayın, yaxşı olacaq. Apardım, üstündə bankalar deyirik də, biz üstündə şlankı var idi, 2 dənə bankası var idi. Apardım, içəri keçdi, baxdı, dedim, həkim nə problem? Heç bir problem yoxdur, həkim ola bilməz, uşaq möhkəm ağrıyır, bərk ağrıyır uşaq. Dedi, bunun heç bir problemi yoxdur, götürün, aparın. Qızıma dedim, qızım vəziyyətin nətərdir? Dedi, ana ağrım çoxdur. Qızım, həkimin belə deyir, həkim də böyrümüzdədir. Biz otaqdayıq, həkim koridora çıxdı. Çıxdım koridora, dedim, həkim, uşağın ağrısı çoxdur. Heç sən ona bir resept, bir
iynə, dava, dərman yazmırsanmı? Əli ilə mənə belə elədi, belə loru dildə danışsa. Götür apar işlət, onun heç nəyi yoxdur. Dedim, ay oğul, bu ayaq üstə dura bilmir, 2 qat yeriyir. Bəs bunun ağzı get, dedi, onu mən cavab deyəm. Uşağın heç nəyi yoxdur. Əlbəttə heç nəyi yoxdur. Sən məndən icazəsiz, mən mal zəh vurub deyirsən, gəlir uşağı xəstəxanadan çıxard apar. Amma uşağın klinikaya borcu var. Nə borcu var? Deyirsən ki, mən ona qan vurmuşam. 180 manat klinikaya borcu var. Deyirəm, oğul, bəs mən onu indiyətən niyə bilmirəm? Sən buna bu qanı vuranda niyə mənə demirdin? Bəlkə mənim özümün qanım var idi, verəcəydim. Nə bilim sən ona hansı qanı vurmuşsan, nə qanı vurmuşsan, mən valideynəm, mən bunun hamısından xəbərdar olmalıyam. Hanım, neçə gün qaldı xəstəxanada? Yox, 3 gün. Bir gün uşağın vəziyyəti o qədər ağır idi ki, uşaqla necə danışdım, bax biri zarıya dedi ki, ana həkim deyir ki, öz hesabıma bir gün artıq qal. Amma mən sonralar eşitdim ki, bu cür xəstə olanlar azı 10 gün xəstəxanada qalmalıdır. Hətta bu sözümə patoloji institutda da dedilər. Mən ora şikayətə getmişdim. Bana dedilər ki, niyə 3 gündən sonra çıxıbdı oradan? Dedim, həkim çıxardıbdı. Kim? Dedim, Nicat Həsənov. Həkim belə başım buladı, bir ağsaqqal həkim idi. Başım buladı. Dedi, get. Nə gücüm var, get, əlini qaldır, qoy görək, qışqıra, dedi, get, haqqını tələb elə. Mən də gördüm ki, mənim Allahım var, onların pulu var. Onlar öz arxalarına, köməklərinə arxalandılar, balamın qanı batır. Mənim 70 yaşım var. Sən kimlərlə bir saxlayaq? Baba duymadı. Haşim'de o. Değerli izleyiciler, bir daha tekrar edelim. Bir Yolma Mermi'nin asasının öldürüldüğü Anın çok ağır durumdakiler atabildi bu ayrıca ana gözyaşları durumur 5 yaşında Nermin'in valideynlerin gidince sonra Krain Hospital'ında Hakim Efendi'nin Nicat ameliyat edildi. 2 günden sonra 3. gününe büyük yapar ofiste yaptı. Lakin herkesin çok sevgilmiş ana defalarla Nicat doktora dediğine göre müracaat etleri bakmayarak doktor detlak yaptı. Hanım siz neysiniz? Benim bacısı. Nermin suyu var. Çəkdini orada baxın. Bunlar hanımca da geçmiş çalışıyoruz. Ha, olsun. Çaptım. Buyurun. Mən mərhum Nərmin Zeynalovanın bacısı Əsgərova Günay. Mən dövlətimlə, prezidentimlə bu 3 uşağın haqqını istəyirəm. Onun qatilini istəyirəm. Mənim uşaqlarımın anasının qatili Nicat Həsənov. O bir uşaqlar neçə yaşındadır? Görfəbudur. Oğlanım var 10 yaşı, kızım var 9 yaş. Gəlsinlər, əlbəttə ki, burada nə var ki? Cinayətkar biz deyirik ki, Nicat Həsənovdur. Mənim bu uşaqlarımın haqqını istəyirəm. Kim olur olsun, evladımın haqqını istəyirəm. Deyin ki, anamızın qatili Nicat Həsənov. Allah sizə sizə Çox sağ olun. babasına rəhmətinə sizə. Siz olar. Xeyrin gələsiz. Mən bütün yəni məsələ budur da valideynlərim necə danışıb elə. 20-17-si bu qız əməliyyat olub, sap sağlam bu gedib əməliyyata. Əməliyyatdan çıxıb həmin gecə o balona qoşulu olubdu. Bir dəqiqəlıq onun üzünü bizə göstəriblər. O görüntü ilə bizlə danışdı, bir dəqiqəlıq balona qoşuluydu, danışa bilmirdi. Nəfəsi çatmırdı onu danışmağa.
Sonra səhərsi günü yenə telefonla danışmışıq. 2 gün orada qalıb, 3-cü günü özü deyibdi ki, sənin səhhətindən xoşum gəlmir. Ödənişini mən eləyirəm, qal. Həkim deyib. Ödənişini 3-cü günün ödənişin pullu palatada. Ödənişini mən eləyirəm, qal. 3-cü gecəni də onu saxlayıb orada. Onun o vəziyyətindən xoşu gəlməyib onun. Həkimin. 3-cü gecəni də qalıb Nərmin orada. Sonra 4-cü günü buraxıb evə. Get, hər şey yaxşıdır. Yaxşı idisə, bəs insan durduğu yerdə niyə ölür? Nə oldu? Bütün Azərbaycan hamı trombdan öldü. Bir belə xəstə ölür, hamıya da diaqnoz qoyurlar ki, trombdan öldü. Niyə bu xəstə əgər tromb var idisə, bu əməliyyata girəndə hanı bunun qan analizləri, hanı bunun o həkimin bu xəstəyə yazdığı, evə yazdığı resepti nə olub? Nə olub onun qabaqlayıcı tədbir nə olubdur? Bir dənə qandırıldıcı yazmayıb, bir dənə onu qarşılayacaq heç bir müalicə yazmayıb ona. 2 dənə ona dərman yazıb. Bir Ceftriaxon, bir ketanol. Get bu antibiotiki vur, bu ağrı kəsicini vur, ölsən səsin çıxmasın. Tamam, bax, tələbiniz nədir? Tələbim 3 uşağımın haqqını tələb edirəm. 3 uşağımın haqqını tələb edirəm. Təkəm, atam əlil, anam xəstə. Mən bunlara necə baxım? Bəlkə mən də səhər yıxılıb öləcəm. Bax, bu 3 körpə nə olacaq? Bu dövlətin uşağıdır, mənim uşağım deyil. Nə olsun ki, mən böyüdürəm? Bu dövlətin uşağıdır. Xahiş edirəm, uşaqlarımın sahib çıxsın. Uşağımın haqqı ödənsin. Buyurun, sizin kimləndir tələbiniz? Mən danışım. Kimlə müraciət edirsiniz bundan? Nə tələb edirsiniz? İstəyirsiniz ki, məhrumun ekshumasiya eləsinlər təzədən. Onu bilmək istəyirsiniz? Bəli, mən bayaq qeyd elədiyim kimi heç bir valideyn istəməz ki, qayda qanunun müsəlman adəti ilə bu dəfn olunan şəxsi artıq bir də qəbrini açmaq, onu ekshumasiya eləmək, həqiqəti aşkarlamaq biraz ağır məsələdir. Amma artıq bunlar bu neçə ayda o Nicat həkim komandası ilə bir yerdə əgər bir dəfə də olsun bu uşaqların ya adını tuturlar, ya demiblər ki, onun körpələri vardı. Nəfər olunub, maraqlanmayıblarsa, bir maraq qazanıcı bir əməliyyat aparmayıblar. Ona görə də mən indi bugün o uşaqların haqqını tələb edirəm. Haqqını tələb edirəm ki, heç olmasa mən 70 yaşım var, mən insult keçirmiş adamam. Mənim bugündən heç kəs həyatdan soğutulamayıb. Amma halbuki mən fakt olaraq mən bu cür ağır xəstə keçirmişim. 3 dəfə mən ağır insult keçirmişəm. O sonra gözüm deməli həmən əməliyyat nəticəsində deməli tamamilə yoxdur. Mən heç bir köməksiz qaldığım yerdə mən 3 dəfə körpəni mənim öhdəmdədir, buradadır. Mən onlar necə baxa bilərəm, necə saxlaya bilərəm. Ən ağırda mənə gələn oldu ki, fevral ayı, Ramazan belə mart ayı. Ramazan ayıdır da, o ay bayram ayı, həmin o ay bayram. Benim bu 3 körpəm anasız bayramı keçirdilər. Ağır məsələdir. Hələ də bugünkü günü, o gün mən onu da bilmirəm bu uşaqların qarşısında. Mən üzr istəyirəm, qəhərlərlə danışa bilmirəm. Sinəmi doludur, baladır, ağır etkidir. Bunu bilənlər bilir, Allah işimə göstərməsin. Amma mütləqə belə ki, yoxdur da, neyim indi, əlim işləyə çatmır. Mənim köməyim sonra baş prokurorluğa da bayaq dediyim kimi, Daxili İşlər Nazirliyinədir, Səhiyyə Nazirliyinə, məhkəmə tibbi ekspertizasına iş bir tərəfli aparılıb. İşin nəticəsi bugünkü gündə aşkar olur ki, iş bir tərəfli aparılıb. İşin də bir tərəfli aparılması, prokuraturada da olmuşam, orada da söhbətlər aparılıb. Tamamilə mən yenə deyirəm, bir tərəfli aparılması Nicat həkimin səhlənkarı ucbatınla mən balam dünyasını dəyişdi. Səbəb də nədir? Əgər bu 35 yaşına qədər bu uşaq bir dənə diş ağrısından həkimə müraciət eləməyib ki, məndə hansı bir xəstəlik var. Yox, bayaq dediyim kimi, buna sübut var. Əgər bunun bir xəstəxanadan bir dənə
həkim arayışı çıxsaydı, o Sosial Təminat Nazirliyindən verilən, dövlət tərəfindən verilən vəsaitlər ödənilərdi. O da olmadı. Niyə? Yəni xəstə olmuyor. Səbəbi dediyim odur. Xəstəlik olmuyor. Sağlam adam ayağıyla getdi, meyidi gəldi. İdeya bu neçədə hekimin apardığı uğursuz əməliyyatın nəticəsidir. Ya da xəstəxananın orada laborator analizlərin səhvi nəticəsində həkim bu cür əməliyyat aparıb heç bir qabaqlayıcı tədbir görmüyor. Ona görə bu uşaq dünyadan köçdü. Mən yenə təkrar edirəm dövlət başçımıza. Verib baxalım. Bu yaxşı insandır. Anadan anasıdır. Mən bilirəm ki, o əgər bu işə qarışsa, həqiqət bir dəfəlik yenə üzə çıxacaq. Yaxşı tanıyıram o xanım. Ancaq neynəyək? Yoxdur, bu yükündə artıq 5-ci aydır ki, mənim balam həyatda yoxdur. Və körpələrdə baxacam, baxa bilmirəm. Belə değerli izleyiciler, 45 yaşında Zeynalova müəllim 4 aydır 5-ci ay sesi dünyasında səbəbi dərsi estetik əməliyyat elətirir. Rayon hospitalında həkim daha sonra xidmət olur. 2 gündən sonra ikinci bildiyi vəsat veriləsidir. Belki xəstə getirmək xəstə halı yoxdur. 2 dərman yazı var seçdi. 2 gündən sonra elə gələnə 2 gün sonra dünyasındaydı. Ata da İstanbul kızla Asiliyede varsa her yere müracaat edilir. İşte, Kasadan söyledi. İhtimal sebepleri ki niyaz yola bütün ölenlerle sondan ölür. Ondan başka bir diagnoz yoktu mu? Böyle değerli izleyiciler, izlediğiniz için teşekkür ederim. Allah size sabır versin. Allah size can sağlığı versin. Hiç kalın, köseler kalın. Onları bilgi başa çarpıp söyledim görürsünüz. Teşekkür ederim izlediğiniz için. Kanalımıza abone olun. Çok sağ olun. Sağ olun. Sağ olun.